Kola içində kofein var deyirlər. Mən bu yaxınlarda KFC-də oturmuşduq. Mən heç uşağımı yedirməyə aparmışdıq. Ümumiyyətlə o Fanta, koladan içmirəm. Başqa stolda bir nəfər Fanta içdi, qutunu qoydu, orada getdi. Həmən baxdım ki, özüm şahid oldum. O KFC-nin ağ içki qutusu içərisində o Fanta içəndən sonra sarı qat plyonka əmələ gəlib. Kaska plyonkası. Onu şəklini çəkdim. Yanımdakı qızıma dedim ki, bax, ata ona görə sənə ayran aldı. Bunu almadı ki, sən kraska içirsən, boya içirsən. Bağırsağın çürüyəcək dedim. Yəni 5 yaşında qız çimamını başa salardım. Ata, tamam. Bunun 5 yaşında uşaq idrak edirsə, biz bunları gerçəkdən yaşadığımı deyirəm. Yəni öz canlı. Hətta mən eşitdiyimə görə, məsələn, Yaponiya kimi ölkələrdə, Çində falan kolanı unitaz falan təmizləmək. Bizdə də burada maşın təkərlərini təmizləyirlər də. Daha yaxşı təkərləri parıllasın deyə kola istifadə edirlər. Hansı xəstəliklər yarada bilər, problemlər? Hər türlü xəstəlik yarada bilər. Bilinən, bilinməyən, onkoloji xəstəlikdən tut, ürək xəstəliyinə qədər kimyasal maddələrdir. Yəni hansı elektroliti pozacağını, hansı hücrəni pozacağı və neyi vuracağını, hardan vuracağını onu bilmək olmaz. Ancaq zərbə qaçınılmazdır. Şəkəri də yüksək sürətlə hər qaldır. şey, bütün prosesi dağıdır. Bütün metabolizmanı dağıdır. Mədə bağırsağı dağıdır. Bir adamın kimyasal maddə alırsan, zəhər alırsan qardaş. Sən zəhər aldığın zaman fayda bir şey gözləyirsənmi? Yox.